Hamıya salam. Bugün YouTube üçün yazdığım ilk video olacaq. Bundan əvvəl qısa videolar yükləmişəm. Fikirləşdim ki, bu videonu isə ki, uzun çəkib YouTube-a yükləmək istəyirəm. Qısa özüm haqqında məlumat verim. Adım Ayseldir. Məni çoxunuz Instagramdan tanıyırsınız. Mən valideyn və həyat koçuyam. Bugün Instagram üzərindən mənə bu yaxınlarda gələn bir mesajı üzərindən müzakirə etmək istəyirəm. Çünki mesaj çox aktualdır. Mənim özümə də çox maraqlı oldu bu sual. Amma mən bunu qısa formatda Instagram üçün yazıb paylaşa bilməyəcəkdim deyə fikirləşdim ki, YouTube üçün uzun bir video çəkib burada daha dərindən izah edə bilərəm. Yəni başlayaq, mən ilk növbədə mesajı oxuyacağam və sonra biz müzakirə edəcəyik onu. Salam Aysel xanım, sizdən bir məsləhət almaq istərdim. Son zamanlar terapiya ilə bağlı iki fərqli düşüncə ilə qarşılaşıram. Biriləri deyir ki, terapiyada keçmişə getmək lazım deyil, ora bir növ vaxt itkisidir, həyatda da heç nə dəyişməyəcək. Ona görə indiki zamanda qal və indi ilə işlə. Biriləri isə deyir ki, uşaqlıqdakı travmaları həll eləməsən, həyatın dəyişməyəcək. Onları həll etməlisən ki, həyatın dəyişsin. Mən bilmirəm hansı növ yaxşıdır. Siz bu haqda nə düşünürsünüz? Çox gözəl sualdır və çox aktual sualdır. İlk növbədə onu deyim ki, mən burada öz fikrimi paylaşacağam və mənə uyğun olan, ola bilər ki, sizə uyğun olmasın. Ona görə mən məsləhət görərdim ki, siz hər ikisini cəhd edəsiniz, yoxlayasınız, görəsiniz ki, sizə nə uyğundur. Mən eyni zamanda da gəlin bir dənə aydınlıq gətirək. Deməli, burada xanım iki metoddan danışır. Bir metod hansı ki, siz uşaqlığınızı aparır, orada hansısa bir problemləriniz yaşamısınızsa, negativ və yaxud pozitiv, onları müzakirə edir və daha çox sizin uşaqlığınızla işləyir, valideynlərlə olan münasibət və yaxud ailədə başqa ailə üzvləri ilə olan münasibət, əgər nənə, baba sizin ailədə yaşayıblarsa, sizinlə daha çox yaxın münasibətdə olublarsa və yaxud müəllimlərinizlə olan hansısa bir münasibət və yaxud başqa bir şey. İkinci metod isə ki, bugünkü gündən gələcəyə işləyir. Yəni, bugünkü sizin düşüncələriniz, düşüncə tərziniz, hərəkətləriniz və s. Birinci metod hansı ki, daha çox uşaqlara gedir. Bu, daha çox terapiyadır, psixoterapiya. İkinci metod isə ki, hansı ki, bugündən və gələcəklə işləyir. Bu, daha çox coachingdir. Terapiya zamanı, yəni bunların fərqi, əsas fərqləri, yəni asan dildən başa salsam budur. Terapiya zamanı terapevtin icazəsi var ki, çünki onun təhsili, onun lisensiyası ona icazə verir ki, sizin keçmişinizə getsin, orada sizə suallar versin, daha dərinə insin, orada şuur altınızda yerləşən fikirlər, hərəkətlər, onları şuura bir növ çıxartsın. Coachingdə isə ki, bizdə bu icazə tam yoxdur, tam sizin belə dərin, nə bilim, beyninizin içinə girmək. Amma coachların icazəsi var ki, sessiya zamanı hansısa bir məqamda, biz hiss edəndə ki, məsələn, klient danışır indiki həyatından, uşaqları ilə, məsələn, mən valideyn koçu olduğuma görə daha çox bu suallarla mənə yaxınlaşan olur. Uşağı ilə olan hansısa bir münasibətini müzakirə edir. Və bu anda coach hiss edir ki, burada nəsə belə tıxanıqlığı var, gəlir dayanır valideynin öz uşaqlığına və bu an klientin icazəsi ilə, hökmən icazə olmalıdır burada. Biz sual veririk ki, olarmı sənin keçmişinə gedək və sənin valideynlərinlə olan münasibətə burada baxaq. Klient razılaşırsa, biz gedirik ora, sessiya zamanı çox qısa müddətdə bir-iki məqamlara baxırıq. Şuur altında yerləşən hansısa bir inanclar varsa, hərəkətlər varsa, düşüncələr varsa, onu şuur üzrə çıxardırıq və artıq bir çox şey daha aydın olur. Bunların fərqləridir. Amma mən düşünürəm ki, mənim düşüncəm budur ki, həm terapiya, həm coaching bizim həyatımızın keyfiyyətini qaldırmaq üçün, yüksəltmək üçün, daha keyfiyyətli həyat yaşamağımız üçün iki çox vacib və çox güclü alətdir. Hər ikisi vacibdir. Mən hətta düşünürəm ki, biri o birisinə yerini vermir. Yəni, hər ikisi eyni dərəcədə mənim üçün şəxsən vacibdir. Mən hər ikisində olmuşam, həm terapiyada olmuşam, həm coachingdə olmuşam. Fikirləşirəm ki, terapiyada əldə etdiklərim çox mənə, həyatıma, özümə, düşüncələrimə müsbət təsir edib.
eyni zamanda da coachingla düşüncələr, hərəkətlərin dəyişilməsinə daha çox oradan kömək almışam. Yəni hər ikisi mənə çox vacib idi. Biri o birisiz düşünürəm ki, mənim üçün işləməzdi. Amma hər insanın həyat situasiyası fərqli olduğuna görə düşünürəm ki, bunu hər insan özü qərar verə bilər. Yəni əgər maddi imkanınız varsa, vaxtınız varsa, mən məsləhət gördüm ki, hər ikisinə icazə verəsiniz və özünüz seçəsiniz. Amma psixoterapiyada məqam bir var ki, çox yaxşı terapevt tapmalısınız ki, sizə vaxt versin ki, keçmişinə gedəsiniz, nə qədər lazımdırsa orada vaxt qalasınız, amma çox bunu illərə uzatmadan, 5 il, 10 il uzatmadan mən düşünürəm. Çünki hansısa bir periodda artıq oradan çıxmaq lazımdır ki, həmişə siz orada ilişib qalmayasınız. Bu iki fərqi anladıq. Yəni xanım burada deyir ki, bir tərəf belə deyir, bir tərəf belə deyir. Məncə bu aydın oldu ki, bu iki növ metod nədir? Yəni fərqlərini biz anladıq. Burada xanım bir də qeyd edir ki, deməli, bəzi insanlar deyirlər ki, terapiyada keçmişə gedəndə həyatda heç nə dəyişmir. Məncə o insanlar ki, hansı ki deyirlər ki, terapiya zamanı həyatda heç nə dəyişmir və ora getmək istəmirlər. Onlar anlayırlar ki, terapiya nə qədər ağrılı bir şeydir. Mən terapiyanı nəyə bənzədirəm? Məsəl üçün, siz yıxılmısınız, ayağınız, dizinizi qanatmısınız və yaxud böyük bir zədə alıb diziniz, bəlkə də infeksiya da keçib, ora qanayır, amma siz qorxunuzdan həkimə müraciət etmirsiniz ki, onu bir növ sağaldasınız və üstünü sarmısınız və orada bir an incidir, nə bilim, zoqquluyur, özü haqqında bildirir ki, mən də varam. Amma siz onun üstünə belə heç nə olmaz, hər şey yaxşıdır, özü-özünə düzələcək, mənə heç nə olmaz kimi. Amma bəlkə də o sarığı açsaz, görəcəksiniz ki, burada qanaxma gedir, nə bilim, infeksiya düşüb, qanqrena olub. Və o an ki, siz artıq qərar verirsiniz ki, yox, mən həkimə gedəcəm və bunu həll edəcəm, terapiyada da elədir. Gəlir sizə ki, onun ağrılı olmağı sizə çatır. Çünki o sarığı açanda bir növ incidir, sonra onun üzərini yumaq lazımdır, təmizləmək lazımdır o yaranı, üstünə spirtlə vurub təmizləyirlər, yoğurtla yığıb təmizləyirlər və bu an sən qışqırmaq istəyirsən ki, əl çəkil məndən və bir müddət hətta düşünürsən ki, mən niyə gəldim bu həkimə, qalmışdı da yaşayırdım da özüm üçün. Terapiya da eyni şeydir. Terapiyaya gedəndə sən o keçmişə gedəndə hiss edirsən ki, ağrılar qalxır və mən bunu özüm terapiyaya gedən zamanı rəfiqəmlə müzakirə edirdim, o da terapiyaya gedirdi. Deyirdim ki, elə bil ki, həyatımda nəsə belə çətinliklər yox, nə qədər ki, mən narahat edən məqamlar nəsə var idi, amma özümdə fikirləşirdim ki, əşya heç nə olmaz da, yəqin ki, problem məndədir və ora içinə girmək istəmirdim. Amma onun içinə girəndən sonra gördüm ki, mən bura daha ağırlıymış. Çünki orada elə şeylər üstə çıxır ki, adamı narahat edən falan. Onları sən həll eləməyə çalışanda özü belə bir növ quyunun içində hiss edirsən. Və düşünürsən ki, mən niyə terapiyaya başladım? Rəfiqəmə elə onu deyirdim, mən niyə terapiyaya başladım? Bilsəydim başlamazdım, yəni yaşırdım da özüm üçün rahat. Amma baxmayaraq ki, həyatda çox şeyə nail olursan, məsələn, mən Amerikada oxumuşdum, Amerikan ailəsində yaşamışdım dövlət proqramı ilə, nə bilim, Bakıda Dillər Universitetini qırmızı diplomla bitirmişdim və yaxud Azərbaycanda olanda xarici şirkətlərdə işləmişdim, İngiltərədə magistratura oxumuşdum, nə bilim, indi də hal-hazırda Amerikada yaşayıram, artıq 10 ildir. Nəsə mənim belə, amma düşünürdüm ki, bu qədər şeyə nail olmuşam, amma yenə də içimdə nəsə narahatçılıq var, tam belə tətmin ola bilmirsən, tam belə xoşbəxtliyi hiss eləyə bilmirsən, minnətdarlığı hiss eləyə bilmirsən. Ona görə fikirləşirdim ki, yəqin məndə nəsə problem. Ona görə mən terapiyaya gedəndə və gördüm ki, daha ağrılı bir yerə gəldim, çıxdım. Amma onu unutmaq lazım deyil ki, o ağrılı quyuya düşəndə o terapiyada yaxşı terapevt sizi oradan çıxartmağı da bacaracaq və siz bir müddətdən sonra o hissi atlayacaqsınız, o çətinliyi atlayacaqsınız. Yəni siz hər zaman o quyunun içində pis vəziyyətdə qalmayacaqsınız. Amma terapiyaya vaxt vermək lazımdır. Mənim şəxsən terapiyam 2 il müddətində davam edib və hələ də davam edir. Və məsələn, mənim şəxsən təcrübəmdə elə oldu ki, mənim terapiyamın ilk 6-7, bəlkə də 8 ayı demək olar ki, mənim elə uşaqlığımla, keçmişimlə bağlı oldum və
O period bitəndən sonra o periodda mən özümü çox hiss edirdim, qəribə hiss edirdim, nəfəs almaq belə çətin idi mənə falan. O period bitəndən sonra mənim hələ də terapiyam davam edir, amma mən bir dəfə də olsun o keçmişə bir də qayıtmamışam. Nə istəyim, nə ehtiyacım var. Çünki düşünürəm ki, mən orada olanların hamısını elə yaşadım ki, daha mənə bəs oldu. Daha mən o haqda heç düşünmürəm də. Məsəl üçün başqa bir nüans xanım burada nə yazır? Keçmişlə bağlı soruşur da, yəni ki, heç nə həyatımızda dəyişməyəcək ki, məsələn, müzakirə etsək. Terapiya mən düşünürəm ki, bu həyatımızda nəyisə dəyişmək üçün deyil. Həyatımızda hansı hərəkətlərimizi, düşüncələrimizi dəyişmək üçün ilk növbədən onları biz şuurlu səviyyəyə çıxartmalıyıq da. Çünki daha çox biz hər şeyi avtomatda edirik və danışanda özümüz haqqında fərqli-fərqli deyirik. Mən heç belə deyiləm, mən elə deyiləm, amma əslində qalanda qıraqdan baxanlar bəlkə deyir ki, çox da eləyənsən məsələn də. Olur elə şeylər ki, biz şuur altında edirik, amma özümüzdən xəbərimiz yoxdur. Terapiya bir növ bunları şuurlu vəziyyətə çıxardır və coaching zamanı biz onu işləyib dəyişiklik edirik və orada həyatda dəyişiklik hiss olunur. Amma bəzi insanlar deyirlər ki, yox, mənim həyatıma heç təsir etmədi, getdim, boş yerə pul xərclədim, vaxt xərclədim və vaxtım da getdi buna və mənasız bir şey oldu. Və yaxud bəziləri deyirlər ki, mənim keçmişim heç yadımda da deyil də. Mən düşünürəm ki, o keçmişi unudan insanlar, hansılar ki, yadımda deyil, onlar daha çox uşaqlığında məcbur qalıb o keçmişi psixika elə bil onları unutdurur. Çünki orada doğrudan da elə ağır məqamlar ola bilər olsun ki, bu hər insanın həyatında olmur əlbəttə ki. Elə ağır məqamlar ola bilər ki, uşaqkən onu yaşaya bilmir, uşaqkən onu proses edə bilmir və psixika onu unutdurur ki, o həyatda qala bilsin, həyata davam edə bilsin. Ona görə insanlar deyir ki, mənim heç uşaqlığım yadımda deyil və yaxud uşaqlığa getmək istəmirəm. Çünki bir növ psixika qoruyur ki, getmə uşaqlığa, çünki orada ağrılı məqamlar çox olub və o məqamları bir dəfə də üstünü açsan, sən çox ağır keçirdəcəksən. Psixika bir növ bizi belə qoruyur. Ona görə mənim düşüncəm odur ki, insan biraz ora getməyə çətinlik çəkir. Hətta olur ki, hansısa bir psixoloqla danışırsan və sonra fikrini dəyişirsən, deyirsən, yox, getməyəcəm, yox, qalsın, gələn ay baxaram və yaxud gedərəm, yazaram, fikirləşirəm, amma eləmirik. Məncə o psixikanın bizə qoruma mexanizmidir. Bir də burada deyirlər ki, psixika həyatımızda bu keçmişə getmək həyatımızda heç nə dəyişməyəcək. Mənə elə gəlir ki, bu həyatda dəyişmək üçün deyil, daha çox orada yaşaya bilmədiyimiz hissləri yaşayıb bitirmək üçündür terapiya. Məsəl üçün, tutaq ki, siz belə bir situasiya deyim, çox belə adi bir haldır. Yəni, hələ bir dərin, belə travmatik bir şey demirəm, xırda bir şey. Məsəl üçün, siz 3 yaşlı uşaqsınız təsəvvür edin və bir fincan əlinizdə süd, valideyniniz sizin üçün süzür və siz onu içərkən ayağınız ilişir, oyuncağınıza yıxılırsınız yerə və fincan qırılır, süd hər yerə dağılır və əgər sizin valideyniniz sərt reaksiya verən valideyndirsə, o zaman üstünüzə qışqırır, deyir ki, bir dənə südü də içə bilmirsən, bunu oturan yerdə içərlər, mənim üçün iş açırsan, gör nə günə qaldı ev, təzədən mən buranı yığışdırmalıyam falan və belə bir reaksiya verir və siz həmin anda belə həm utanç hissi keçirirsiniz, həm qorxu hissi keçirirsiniz, ağlamağa başlayırsınız və uşaq ikən siz bu hisslərə ad da qoya bilmirsiniz. Çünki uşaq ikən biz başa düşmürük bizdə nə baş verir. Yəni hisslər var, amma nə bu utanç hissidir, bu qorxu hissidir, biz onu anlamırıq. Və bu hisslər zamanı, siz ağlayan zamanı valideyniniz sizin hisslərinizə dözə bilməyəndə üstünüzə qışqırır ki, dərhal get otağına, indi bu dəqiqə sakitləşməsən, birini də vuracam sənə və sən qorxundan belə hissi udursan və içəridə bastırırsan və onunla belə yaşamalı olursan. Amma terapiya zamanı, çox güman ki, əgər belə bir situasiya bir dəfə baş verirsə, yəqin ki, 5 dəfə, 10 dəfə, 20 dəfə, bəlkə də daha çox baş verib həyatda və o artıq bizdə belə bir hisslərin donmasına gətirib çıxardı. Harada ki, biz hissləri bastırmışıq içəridə və hiss etməməyi, məcbur qalmışıq hiss etməməyi. Və əgər belə situasiyalar baş verirsə, deməli, siz o hissləri yaşamalısınız. Mənə gəlir, terapiya daha çox bugünkü həyatda nəyisə dəyişmək üçün deyil, daha çox ora gedib, o bastırılan hissləri, çünki bastırılan hisslər heç yerə getmək, içəridə ilişir qalır və üst-üstə yığılır.
və biz nə qədər onu belə üstünə basaq, bu sonra da gəlib məsəl üçün depressiyaya çıxarda bilər. Hamıda yox, amma kimdəsə çıxarda bilər. Çünki depressiya nədir? Depression, yəni ki, depressed emotion da, yəni depress edirsən, emosiyalarını bastırırsan. Və belə hisslər bizim təsəvvür edək ki, həyatımızın ilk 18 ilində baş veribsə, valideynimizlə 18 il yaşayırıqsa, belə hisslər baş verirsə və bu üst-üstə yığılır və onları proses etmək lazımdır. Mənə elə gəlir, terapiya onun üçün çox gözəldir ki, sən ora gedirsən, o hissləri yaşayırsan, amma bu o demək deyil ki, sən valideyninə qınayırsan və yaxud pis valideynim olur falan elə. Yəni o hisslər nə hiss içində keçirmisənsə həmin zaman utanc olubsa, onu yaşayırsan terapiya zamanı. Çünki terapevtin sənə o safe space deyirlər. Yəni o mühiti yaradır ki, harda ki sən bu hissləri yaşaya biləsən. Adını qoymağı öyrədir sənə. Məsəl üçün, sən burada utanc keçirdin, sən burada qorxdun, sən burada qəzəbləndin və bu qəzəbi yaşaya bilmədin. Və bunların hamısını terapiya zamanı sən gedirsən uşaqlığına, o məqamları əlbəttə ki, hamısını da çıxarda bilməsən, 18 ilin baş verən şeyləri hamısını çıxarmasa. Amma düşünürəm ki, ən sənin yadda qalanların elə ən vacibidir. Onları da danışırsan, onları müzakirə edəndə artıq o biriləri də yer olur, oturur. Qəzəbini yaşayırsan, kimə qarşı olursa olsun, hissini yaşayırsan, utancını yaşayırsan və bütün o emosiyaları hamısını hiss edirsən və bir növ hiss edib azadlığa buraxırsan onu. Burada bir dənə məqam da var. Bəzi insanlar deyir ki, keçmişə getsəm valideynlərimi qınayacağam və bununla da mən yaxşı övlad olmayacağam və yaxud da ki, o situasiyalar önə qalxanda mən hökmən zəng edib valideynimə deməliyəm ki, bax sən belə-belə valideyn olmusan, yaxşı valideyn olmamısan mənə qarşı və mən səndən üzr gözləyirəm. Bunların heç birinə ehtiyac yoxdur. Çünki terapiya zamanı sən terapevtinlə olan həmin o sessiyada bütün hissləri yaşayırsan. Sənə kiməsə zəng edib demək ki, sən belə-belə olmusan və yaxud mənə belə hərəkət etmirsən falan, düzgün deyil, məndən üzr istə. Mümkün olan bir şey deyil. Çünki sənin situasiyanı qavramağın, sənin valideynin situasiyanı qavramaqda onun öz perspektivi var. O da beynində 100% haqlıdır. Sən də öz beynində 100% haqlısan. Gözləmək ki, o öz deyəcək ki, mən səhv eləmişəm. Hətta bizim periodun olan valideynlərində bəlkə bizim period, bizim generation daha fərqli olacaq. Biz öz uşaqlarımıza qarşı fərqli olacaq. Amma bizim valideynlərimiz çox güman ki, 99% boyuna almayacaq və rədd edəcək bizim hisslərimizi. Onda biz daha çox özümüzü pis hiss eləyəcəyik. Ona görə heç kəsin yanına gedib nəsə fikir bildirməyə ehtiyac yoxdur. Sadəcə olaraq özünün öz içində, o terapiyanda bunu yaşayırsan və terapevtin sənin üçün o mühiti yaradır. Məncə ən vacib məqamlardan biri də budur. Yəni ki, sən terapiyaya gedən sənin valideyninin və yaxud hansısa bir qohumunun bu haqda xəbəri olmağı da məcbur deyil. Deməyə də bilərsən heç kəsə. Bir də burada bir dənə məqam var. Valideyni bağışlamaq. Mən getdim terapiyamda valideynimi bağışladım. Yəni bağışlamağa burada heç bir şey yoxdur. Valideyn də onsuz da terapiyanın hansı bir növündə anlayırsan ki, o da başa düşdüyünü, bildiyini eləyir və burada ay mən səni bağışlayıram, ay nə bilim rituallar yazıram, nə bilim suyun içinə atıram, içirəm, cırıram, nə bilim falan. Elə şeylərə ehtiyac yoxdur. Sadəcə olaraq terapiyada fərqli şeylər ola bilər. Nə bilim yastığa qışqıra bilərsən, hissini çıxartmaq üçün yastığı yumruqlaya bilərsən, belə şeylər. Amma bunların haqqında səndən və terapevtindən başqa heç kəsin bilməyə məcburiyyəti yoxdur. Məncə bu bir vacib məqamdır. Belə, mən düşünürəm ki, terapiya haqqında bu qədər deyəcəyəm. Yəni, əsas mənim üçün burada terapiya kimsə bağışlamaq, kimdənsə üzr istəmək, kimisə məndən üzr istəməsi, kimdənsə nəsə gözləntilərim olması deyil, daha çox öz keçmişə gedib orada yaşaya bilməyəcəyim, proses etmədiyim, həzm edə bilmədiyim hisslərimi üzə çıxardıb, onları həzm edib, proses edib və buraxmaq. Buraxan zaman bəzi bir dənə metod var ki, deyirlər ki, travmalarından azad ol, bu webinara qoşul, bu nə bilim, metodika ilə, meditasiya ilə falan travmalarından azad olacaqsan. Mən fikirləşirəm ki, burada tam olaraq azad olmaq deyil, onları yaşayıb, buraxıb və bir növ o dizinizdə bayaq gətirdiyim misal üçün, harada ki, siz sarığı açırsınız, üstünü spirtləyirsiniz, yotlayırsınız, düzəldirsiniz, təmizləyir, təzən sarığı bağlayırsınız. Gələn həftə yenə həkimə gəlirsiniz, həkim təzən o sarığı açır, yenə incidir, yenə ağrıdır, qışqırırsınız, ağlayırsınız. Sonra belə
mütəmədi olaraq terapiyanıza da gedəndə bunlar hər dəfə açılır, ağrılı olur, sonra bağlanır, qapanır və bir gün isə ki, artıq həkiminiz deyir ki, sarğı bağlamaya bilərik, infeksiya təmizdir, hər şey yolundadır. Artıq gözləməliyik ki, yara qurusun və üstü belə qabıq gətirsin və terapiyada da elədir. Həmin sizin o yaşadığınız situasiya bir növ sağalmağa başlayır və üstü qabıq gətirməyə başlayır. Sonra o qabıq tökülür, yerində bir balaca şram qalır. O demək deyil ki, sizin həmin o yaşadıqlarınız itib harasa gedir, onlardan tam olaraq azad olursunuz. Amma xeyr, düşünürəm ki, orada hansısa bir şram da olsa qalır. Amma bu şramın da olması pis bir şey deyil. Çünki o həmin o şramlar bizi biz edir. Məni sizdən ayırır. Hamımız unikal dünyaya gəlirik və unikal da qalırıq. Çünki bizim yaşadıqlarımız, bizimlə baş verənlər hamısı fərqlidir. Ona görə də biz hamımız eyni deyilik və bu çox gözəl bir şeydir. Hamımız eyni olsaq çox maraqsız olar dünya yəqin ki. Belə, bir dənə də məqam var burada. O insanlar ki, hansı ki, keçmişə getmək lazım deyil, nə bilim, müzakirə etmək lazım deyil. Mən orada düşünürəm ki, burada bir dənə məqam var. Məsəl üçün, bizim valideyn olaraq öz uşaqlarımıza qarşı olan münasibətimiz. Məsəl üçün, əgər uşaqlığın o qədər də vacib rolu olmasaydı həyatımızda, onda biz deyərdik ki, valideynlərə nə ürəyiniz istəyir uşağa deyin, necə istəyirsiniz davranın, onsuz da heç nə olmayacaq. Onsuz da heç bir şram onlara qalmayacaq, heç bir təhlükə yoxdur da. Onda valideynlər necə istəsələr elə də davranardılar, heç kəs valideyn qoçunun da yanına gəlməzdi, heç nə öyrənməzdi, heç nə kitablar oxumazdı valideynlik haqqında. Necə gəldi, elə uşaqlarla elə davranardı və fikirləşərdi ki, 18 yaşında gedər terapeutə və yaxud qoçu həll eləyər öz problemlərini. Mənə elə gəlir ki, bu da bir növ məsuliyyəti öz çiynimizdən götürüb yerə atmaq kimidir, məsuliyyəti üzərimizə almaq deyil. Və eyni zamanda da təsəvvür edin ki, bizim uşaqlarımız, biz nə qədər gözəl, mükəmməl valideyn olmağa çalışsaq da belə, onların da hansısa problemləri olacaq və həmin zaman onlar da terapeutə və ya qoça gələcəkdə gedəcəklər. Təsəvvür edin ki, uşağınızın 25 yaşı var, gedib terapiyaya və bu an gəlir, sizə deyir ki, mən də belə terapiyada öyrəndim ki, belə-belə mənlə davranmaq olmazmış, amma bu həyatımda baş verib falan və o valideyn ki, hansı ki deyir ki, mən öz valideynimi heç vaxt günahlandırmaram, terapiyaya gedib keçmişimi araşdırmaram, həmin an o valideyn tutulub qalacaq. Çünki özünə icazə verməyibsə, bu niyə gedir? Mənim uşağım niyə gedir? Mən ideal, mükəmməl valideyn olmuşam. Bax, belə olmasam da, sən niyə gedirsən keçmişimi araşdırırsan, mənlə olan münasibəti və terapeutda danışırsan kimi belə bir reaksiya ola bilər. Mən şəxsən özüm terapiyaya gedib bu yolları keçmişəm deyə fikirləşirəm ki, daha möhkəm ola bilərəm, uşağım özü terapiyasına gəlib, mənə nəsə desə və mən onun emosiyalarını qəbul edib, rədd etmədən ki, yox, mən mükəmməl valideyn olmuşam, necə sən mənim haqqımda belə bir şey terapiyada danışa bilərsən, necə sən hünərin var ki, gedirsən, keçmişini araşdırırsan, bugünkü gününü düşün, bugünkü hərəkətlərini düşün deyəcəm, onda belə çıxır. Amma o valideyn ki, hansı ki, gedib öz terapiyasına, özü də bu yolu keçib, başa düşürsən ki, burada heç nə dağıdıcı yoxdur, çox normal bir şeydir və uşaq gəlib sənə mən çox ümid edirəm ki, mənim vatanım gəlib mənə desələr ki, belə olub keçmişdə, mən onların hisslərini qəbul edəcəm və lazım gəlsə üzr də istəyə biləcəm. Yəni, bizim generationdan məncə bunu gözləmək olar, çünki biz artıq terapiya, coaching falan belə şeylərlə daha rahatlıq tanışıq. Nəinki bizdən əvvəlki bizim valideynlərimiz falan. Ona görə fikirləşirəm, yəni keçmişə getməyin, o biraz belə absurd bir şeydir. Çünki sabah doğrudan da yəni sizin uşaqlarınız sizin yanınıza gələndə siz onlarla nə deyəcəksiniz? Keçmişə niyə getdin sən? Bugünkü günü qalıb işləyərdin. O da bir növ onların hisslərini rədd etmək kimi olacaq. Bu qədər terapiya haqqında, coaching haqqında da bir-iki söz deyim. Yəni, niyə fikirləşirəm ki, çox vacib bir alətdir həyatımızı yaxşılaşdırmaq üçün. Çünki coaching də sizə seanslar zamanı gedib hansısa keçmişindən suallar verir, nəsə ortaya çıxır. Mən məsələn terapiyaya gəlməyim üçün ilk növbədə coachinga getmişdim. Və coachingdə gördüm ki, çox şeylər ortaya qalxır və mən artıq istəyirəm onun lap dərinliklərinə gedəm. Onda o zaman terapiyaya getdim və coaching bir növ sizə onları göstərə bilər ki, bu var. Yəni sən bunların hansı ilə işləmək istəyirsən, coachingdə bunu işləyə bilərikmi, yoxsa sən psixoterapevtin yanına getməlisən, orada aydınlaşır. Və coaching bir növ sənin bugünkü gününə odaqlanır deyə sən artıq daha tez həyatında
dəyişiklikləri görməyə başlaya bilirsən. Harda ki, terapiyada daha çox hisslərini yaşamaq falan onlara gedirsən, amma coachingdə bugünkü günə odaqlanırsan. Mən məsəl üçün valideyn coachingdə deyim, övladım bu reaksiyanı verəndə mən də ona belə reaksiya verirəm. Sonra özümü günahkar hiss edirəm, amma bilmirəm nə edim bundan və biz artıq baxırıq valideynin həmin bu situasiyasında və başa düşürük, gedirik keçmişində. Sənin valideynin nə edirdi bu situasiyada? Çox güman ki, sən də eyni şeyi təkrarlayırsan burada. Bunu belə şuur altından çıxardırıq üzünə və sonra o hərəkəti dəyişdirmək bizə daha rahat olur. Çünki biz onun artıq mənbəsini tapdıq. Bu bilirsiniz necə bir şeydir. Elə bir həkimə gedirsən, hansısa bir diaqnozun var və həkim deyir ki, bu dərmanları qəbul elə, hər şey düzələcək. Amma sən bunun nədənini öyrənməsən, niyə bu mənlə baş verib, o hərəkəti yenə təkrarlayacaqsan və yenə də gəlib həkimin yanına deyəcəksən ki, mən sağalmışdım, amma yenə də mənə həmin dərmanlar lazımdır. Çünki yenə eyni problem baş qaldırıb. Çünki sən onun niyəsini başa düşmədin, kökünü gedib qaldırmadın aradan. Bu belə bir şeydir. Yəni coachingdə də gedib biz kökünə baxırıq və nədən, hardan gəlir bu düşüncə tərzi, bu hərəkətləri öyrənirik və sonra onların üstündə işləyib, dəyişib və daha bir yeni hərəkətə, yeni bir vərdişə tərəf gedə bilirik. Ona görə düşünürəm ki, yəni keçmişə getməyin qısa bir periodda olsa da yenə də çox vacibdir və coachingdə siz artıq həyatınızın dəyişikliyini daha tez və sürətli görə bilirsiniz. Bir neçə seansdan sonra artıq görürsünüz, mən artıq bu situasiyaya belə reaksiya vermirəm, belə reaksiya verirəm və yaxud bu mənə falan kəs bir şeyi deyəndə mən artıq ona belə qəzəblənmirəm, bu hissi keçirdirəm. Yəni daha onu anlaya bilməyi, anlamağı öyrənirəm. Bu da coachingdə daha effektiv olur. Məncə bu qədər. Xanım burada soruşur ki, hansı növ yaxşıdır, siz bu vaxtda nə düşünürsünüz? Mən də düşüncələrimi dedim, yenə də deyirəm, mənim üçün olan işləyən ola bilər, sizin üçün işləməsin, amma mənim düşüncələrim budur. Düşünürəm ki, hər ikisi çox vacib alətdir sizin həyatınızın dəyişməsi üçün, vərdişlərinizin dəyişməsi üçün, özünüzü anlamaq üçün, özünüzü tanımaq üçün hər ikisi çox vacib alətdir. Ona görə mümkündürsə, əgər imkanınız buna varsa, hər ikisini cəhd edin və artıq siz biləcəksiniz ki, sizin üçün hansı variant daha yaxşı işləyir. Bu qədər, danışıqlarım bu qədər oldu. Əgər hansısa bir fikriniz varsa, razısınızsa, yoxsa razı deyilsinizsə, şərhlərdə bildirə bilərsiniz. Çox maraqlıdır mənə bunlar haqqında oxumaq və eyni zamanda da belə bir suallarınız varsa, dərin suallarınız varsa, mənə Instagram səhifəyə mesajlara göndərə bilərsiniz direktdə və mən çalışaram ki, daha çox belə videolar sizin üçün çəkim. Bu qədər. Hələlik gələn videoda görüşənədək.